Herkese salam dostlar. Bugün sizinle birlikte Eren Nəşriyyatının Azərbaycan dili test toplusu 6. sınıfını işləyəcəyik. Bizim ilk mövzumuz morfologiya isim olacaq və isim olacaq. İndi isə başlayaq. Bu arada kanalıma abunə olub like atmağı unutmayın. Birinci sual. Aşağıdakı fikirlərdən biri səhvdir. Dilimizdəki sözlər müəyyən nitq hissələrinə aid olur. Bu bəli, düzdür. Feil sifət. Nitq hissələri iki qrupa ayrılır. Bəli, əsas və köməkçi. Əsas nitq hissələri kimi köməkçi nitq hissələri də özünə məxsus sual olur. Xeyr, bu səhvdir. İndi biz onu ikinci sualda tanış olacağıq. Burada cavabımız C-dir. İkinci sual. İkinci sual deyir ki, aşağıdakı sözlərin birinə sual vermək olmur. Burada köməkçi nitq hissəsini tapacağıq. Yəni hətta. Cavabımız E variantıdır. Üçüncü sual. İsim haqqında hansı fikirlər səhvdir? Fikir səhvdir. Hallanır. Bəli. Kimlə hara sualına cavab verir? Bəli. Birinə. Məsbətə görə dəyişir. Bəli, bu əsas xüsusiyyətidir. Zaman şəklçiləri qəbul edə bilir. Xeyr. Bu feylə xas xüsusiyyətdir. Cavabımız D-dir. 4. Düzəltmə isimlər cərgəsini müəyyən. Burada solğun, qızğın, yanğın. Burada sifətləri görürük biz. Solğun necə? Var. Yorğun, üzgün, görüş. Yorğun. Burada yine sifət görürük. Yorğun. Bilik isimdir. Ancaq düzəltmə deyil. Həm də dağıntı düzəltmə deyil. Döyüntü düzəltmə isim, ölçü düzəltmə isim, düzülüş düzəltmə isim olaraq qarşımıza çıxır. Cavab D variantıdır. 5. İsimlərdən biri əvəzlikdən düzəlmişdir. İsimlərdən biri əvəzlikdən düzəlmişdir. Biz burada ən başda baxırıq sözlük. Sözlük olmayacaq. Biz burada görəcəyik ki, mənlik, məndən düzəlib. Cavabımız C-dir. Əvəzlikdən isim düzəltmişdir. Sonra 6-cı sual. 6-cı sual dedik ki, cədvəldəki səhvləri müəyyən edin. Burada baxırıq ki, hara sualına cavab verən isimdir. Sahil hara, irəli, zərfdir, bəli. Kən hara. Sonra hara sualına cavab verir, amma isim deyil. Bura. Burada 1, 3, 5 olacaq. Yok. Başlayın. Burada bize səhv değil. 1, 3, 5 değil. 2, 4, 6 olacaq. 2 çünkü hara sualına cavab verən isim değil. 4 de 6 hara sualına cavab verən hara sualına cavab verir. Ancaq isim değil. Burada bizdə də istəyirik ki, isim de olmasın. 2, 4, 6. Cavabımız E'dir. 7. Ümumi qrammatik mənasına görə fərqli olan variantı seçin. Ümumi qrammatik mənasına görə kəndli, məktəbli, jurnalist, Azərbaycanlı, səmərəli. Burada kəndli, məncə kəndli kim, məktəbli kim, Azərbaycanlı kim, jurnalist kim, amma səmərəli isim. Necə isim? Burada A olacaq. 8. Tanya 9 yaşlı, qəşəng, amma yaşına görə çox ciddi qızdır. Cümləsində neçə isim var? Baxaq. Tanya kim? İsim. 9 sifət. Say bağışlayın. Yaşlı sifət. Qəşəng sifət. Amma yaşına. Burada məncə isimdir yaşına. Görə çox deyil. Ciddi deyil. Qızdır. Qızdır burada məncə isimdir. Ona görə də cavabımız C'dir. 3. Tanya, yaş, bir də qız. Sonra 9. Klassları doğru tamamlayın. Mücərrəd mənalı düzəltmə isimdir. İstək, bəli. İndi isə biz 3 tane daha seçəcəyik. Bir A variantı. Bacarıqlı, yorucu, qayğıkeş. Hamısı sifətdir. Ona görə də xeyr. Təpəlik, mücərrəd deyil. Sərgi. Sərgi burada ölçü, sərgi burada məncə mücərrəd deyil. Anlayış, mücərrəd.
gənclik, düzəltmə müzərrətdə. İkisi də sevinç, sevməkdən sevinç. Üçü də düzəltmə müzərrət. Cavabımız D'dir. 10. İsimlərdən biri səhv yazılmışdır. Layihə, məşhur, qəşəng. Burada qəşəng olmalıydı. Ama burada isimlerden biri değil. Onun için de bu sifət olduğuna göre qəşəng variantı değil. E variantı değil. Batıq. Bu da değil. Necə? Məşhur. Necə? Layihə ilə bitki qaldı. Cavabımız layihə. Çünkü bitki sözü düz yazılmıştır. 10. A. Keçək 11. suala. 11. sualda bize deyir ki, düzəltmə isimdir. Səhvlər müəyyən edin cədvəldəki yenə eyni. Düzəltmə isimdir. Boyaq düzəltmə deyil. Sarsıntı düzəltmə deyil. Sadədir. Yanğın. Bu əsaslıdır ki, sarsıntı düzəltmə deyil. Yanğın düzəltmədir. Gözlük düzəltmədir. Amma burada bizə indi sizə deyir ki, o bir sərfində düzəltmə deyil. Gözlük, göyərti. Göyərməkdən, bəli, bu da göyərti düzəltmədir. Çilingir isə məncə sadədir. Məncə. Mən də son dəqiq bilmirəm. Onun üçün cavabımız 2, 4, 5 olacaq. 12. Sadə ismin belli, bəndi, müəyyən. Burada kəpənək E variantı sadədir. 13. İnsan anlayışı bilən düzəltmə isim işlənmiş cümləni müəyyən edin. Baxırıq. A variantı. Satqınları ciddi şəkildə cəzalandırırdılar. Burada belə baxdıqda cavabımız B variantıdır. Torpaqlarımızdan işğalçıları qovduq. İşğalçıları həm düzəltməli, həm də insan anlayışı işğalçıları kimlər? Cavabımız 14 sual. Bir əzləmə mənasında işlənmişdir. Quş cığaz. Əzləmə mənası şəkillərindən biridir. A. 15. Biri isim deyil. Xəzinədar kim? İcarədar kim? Hökümdar kim? Hesabdar kim? Məncə burada əməkdar olacaq. Mən o görə də əməkdar variantı götürürəm. Çünki əməkdar isim deyil. 16. sual. 16. sualda bizə deyir ki, cədvəldə yol verilmiş yanlışları müəyyən edin və bir də mərtəzə izində sözlərin bəziləri məqsədli şəkildə böyük hərflə yazılır. Yəni ona diqqət edin. Bir şəkilçiləri ilə düzəlmiş isimdir. Gəncəvi, Nizami Gəncəvi soyaddır. Tusi, Nəsrəddin Tusi. Kütləvi da olur. Bir də iyi bir şəkilçisiyle düzəlmiş isim deyil. Dairəvi, xətai, inqilabi sözlər bizə verilib. İnqilabi, kök inqilab. Burada biz xətaini götürəcəyik. Xətai, odamadır. Xəta diye bir söz yoxdur. Yəni əlaqə yoxdur. Bir də 3 olacaq. Kütləvi. Bizə düzəlmiş isimdir. Bu doğrudur. Ancaq bizdə yanlışlar istəyir. Cavabımız 3 və 6. 17. Ölkə, yer, məkan mənalı isim düzəldən şəkilçini müəyyən. Burada adı. Məsələn, Gürcüstan. Həm ölkə, həm yer, həm də məkan olaraq isimdir. A. 18. Sözlərdən birini həm isim, həm də sifət kimi düşünmək olar. Burada oynaq, bir oynaq sümükləri isim, bir də oynaq yer, necə yer, necə deyim, oynaq yer olur bizim. O görə cavabımız D'dir. 19. Cədvəldə hansı sözlərin yeri dəyişdirilsə uyğunluq göstərir? Mürəkkəb isimdir. Geliş gəlir. Vurçalıstan.
vursalasın, vursalasın. Sətir altı. Göz necə sifətdir? Haykülü necə sifətdir? Ona görə də 6. Mən nəysə yeri dəyişiləcək ki, çünki burada bizə deyir ki, mürəkkəb isim deyil. 6 ilə məncə 3 dəyişiləcək. Çünki sətir altı da mürəkkəb isim deyil. Məsələn, sətir altı necə sifətdir? Ona görə də cavabımız C'dir. 20 və bu günlük son sualımızdır. Mürəkkəb ismin verildiyi bənd siz. Bence mürəkkəb ismin verildiği burada bənd A'dır. Şah ve İsmail isimdir. Cevap da A'dır. Sağ olun dostlar. Bugünlük bu kadar. Abone olup like atmayı unutmayın. Sağ olun.